2025 MİQ imtahanında istifadə olunan, imtahana düşmüş bir neçə oxuyub anlama test imzahanı verəcəm. Gəlin birinci sualdan başlayaq. According to the text, which statement is true? Mətnə görə hansı fikir doğrudur? Əgər mətnin şərtində belə bir sual varsa, hansı fikir doğrudur? Burada bizim etməmiz gerəkən bir neçə məqamlar var. Birinci, oxuyub anlama testlərində bir neçə məsləhətim var. 1. Qəti şəkildə mətni oxuyub tərcümə etmirik. Bu tamamilə köhnə, qədim, müasir dövrlə ayaqlaşmayan, uzlaşmayan bir metod. Yəni, belə bir grammar translation method qəti şəkildə reading və ya oxuyub anlama testlərində tətbiq edilməməlidir. Bunun üçün nə etmək lazımdır? Bunun üçün texnikalardan istifadə etmək və sualın şərtini tanımaq lazımdır. Sualın növünü tanımaq lazımdır. Baxmaq lazımdır. Məsələn, bu bir reading testidir və şərtində true statement deyir, doğru fikir seçin deyir. Artıq biz bilməliyik ki, sualın şərtində true statement deyirsə, hara baxmaq və ya variantları necə çıxmaq lazımdır, bunları bilmək lazımdır. Qayda 1. Mütləq şəkildə ilk olaraq sualın şərti, daha sonra isə variantlar oxunmalı. Variantlar oxunduqdan sonra isə mətnin ilk bir, yəni ilk giriş cümləsi və son cümlə oxunmalı. Orta cümlələr çox sürətli oxunmalıdır. Məsələn, mətnin birinci cümləsi detaylı oxunulub başa düşülür, amma dərindən başa düşülür. Tərcüməyə ehtiyac yoxdur. Və son cümlə yenə dərindən başa düşülərək təmkinlə oxunulub başa düşülür. Orta cümlələr, çünki bir mətn 3 hissəyə bölünür. Giriş, topic sentence, supporting sentence və concluding sentence. Topic sentence ilə concluding sentence eyni şeydən danışır həmişə. Çünki bir insan bir evə o qapı ilə girir və o qapı ilə çölə çıxmış olur aslında. Ona görə də girişlə çıxış önəmlidir. Orta cümlələr, yəni supporting sentencelər isə sadəcə səthi olaraq oxunularaq keywordlər tapılmağa çalışılır. Sualımızın şərtində true statement deyirsə, nə məsləhət görər? Ümumiyyətcə, oxuyub anlama testlərində bizim və şərtində də true statement deyirsə, məsləhət gördüyümüz bir məsələ var. Variantlarda extreme language-in istifadə olunub olunmadığına baxmaq lazım. Bu nə deməkdir? Yəni, variantlarda şişirtmə, negativ sözlər istifadə olunub. Məsələn, no, all, always, never və ya inkar feillər. Deyək ki, reject, mind, object, refuse, disclaim, discard. Yəni, mənfilik bildirən sözlər. Variantlarda istifadə olunub. Always məsələn. All, most, yəni çoxaltma bildirən sözlər. Bunlar gedir extreme language. Bunlara baxmaq lazımdır. Və mətni sual variantlarda yox. Variantları mətndə axtarır. Biz buna deyirik hunting strategy, yəni ovlama texnikası. Yəni finding keywords, keywordləri tapmaq və onu mətnlə uzlaşdırmaq. Və baxmalıyıq. Variantlarımız mətndəki cümlələrlə contradict edirmi və ya etmir. Mən edəcəm, siz də baxarsınız, görün necədir. Mən ilk olaraq sualın şərtini oxuduq və gəlirik variant. Azerbaijan increased its reliance on imported goods during COVID-19. Buradan artıq bildim, bu tip testlərdə birinci baxır mübtədaya, xəbərə və onun tamamlığına. Deməli, artıq bəlli oldu. Ümumiyyətcə testlərdə həmişə oxuyub anlama testlərində birinci testin birinci variantı bizə mətnin nə ilə bağlı olduğuna məlumat verir. Artıq mən bildim ki, söhbət COVID-19-dan gedir və onun ölkələrdə buraxmış olduğu deməli, təsirlərdən gedir. Artıq bilindi mövzu nə ilə bağlıdır. Yəni, sualların birinci oxumağın ən böyük xeyri budur. Birinci sualı, sonra mətni oxuyuram. Niyə? Çünki belə olanda artıq gözə dəyir. Məsələn, discourage deyək ki, oxumusunuz. Artıq bilirsiniz ki, mətnə baxanda orada discourage yox, encourage vardır. İkinci, the government discouraged local production during the pandemic. Burada bir
Keyword gördüm. Discourage deyir. Mənfi bir söz. Bunu artıq yaddaşıma alıram. Bilirəm ki, mətndə çıxma ehtimalı çox aşağıdır. Çünki negation var burada. Negative distortion deyirlər buna. Yəni mətnlə cümlə arasında mənfi bir fe'l yazaraq ziddiyyət yaratmaq. Deməli bu çıxmaya bilər. Yoxlayacağam amma. Azerbaijan supported farmers and manufacturers to reduce import dependence. Burada yenə mənim artıq keywordlərim var. Danışır. Azerbaijan supported farmers to reduce import dependence artıq bəllidir. Söhbət nədən gedir? No new projects were started in Azerbaijan during COVID-19. No new, yenə inkar var burada. Çıxma ehtimalı çox aşağıdır, amma yoxlamaq şərtilə. Deməli, B-də, D-də yoxlamalıyıq. The supply problems in Azerbaijan worsened without any solution. Worsened yenə mənfi bir fe'l. Yenə burada extreme language istifadə olunur. Cümlə ilə mətn arasında contradict yaradır burada. Worsened. No new project. Ondan sonra burada discouraged. Gəl mətnə bax. During the COVID-19 pandemic, many countries realized they relied too much on imported goods, which caused shortages and delays. Artıq bildik. Giriş cümləmizdən danışır ki, deməli COVID-19-dakı pandemiyadan danışır. Ölkələrdən bəhs edir burada. Onların nəyə ən çox el bağladıqlarını, etibar etdiklərindən danışır. Qıtlıqdan və gecikmələrdən. These steps helped Azerbaijan manage supply problems and protect its economy during the crisis. Artıq girişimiz çıxışla bəlli oldu. Söhbət nədən gedir? 50% mətni artıq bildim nədən gedir. Baxaq. Mübtədanı və xəbəri mətnə uyğunlaşdırmalıyıq. Azerbaijan increased. Görək belə bir fe'l var mətn. Increased. Baxıram tez. Görək mətndə belə bir söz varmı? Deməli, burada baxdıq, görürük ki, var. Amma həmin o increased fe'li imported goods-la bağlı deyil. Digər sözümüzü axtarım. Imported goods. Məsələn, baxın burada. Deməli, burada söhbət Azərbaycandan yox. Əksər ölkələrdən gedir. Reliance dedim axı. Mübtəda, xəbər və tamamlığı axtarım. Tapdım tamamlığı. Tamamilə başqa bir şeydən danışır. Azərbaycandan yox. Əksər ölkələr deyir bu. Deməli, A variantı ola bilməz. The government discouraged deyir bu. Local production. Baxaq. Görək, discourage var mı mətn? Görürük. Burada encourage deyir. Deməli, ola bilməz. Deməli, doğrudan da extreme language istifadə olunur. Negativ sözlərlə mətnlə cümlə arasında contradict yaradır. Ola bilməz. Azerbaijan supported farmers and manufacturers. Support fe'lini axtarmaq lazım. Tapdım. Farmers, manufacturers. Nə üçün? Reduce. Cavab C variantı oldu. Mətni oxumaya ehtiyac yoxdur. Gördünüz, mən artıq cümləni orada tapdım. No new project. Baxaq görək. Yeni deyir burada. Started. Onu axtarmaq lazım. Project sözü burada var. Yenidir, amma no new demir. Ola bilməz. The supply problems in Azerbaijan worsened. Supply deyir, amma burada worsened demir. Deməli, düzgün cavabımız C var. Bu testlər belə tapılır. Yəni, bunu oxuyub tərcümə eləmək böyük bir zaman itkisidir. Gəldik digər mətnimizə. Mətnimiz yenə düzgün fikri deyil seçim mətninə görə. Baxaq, doğru fikir. Placebos always contain real medicine. Always deyirsə yoxlamaq lazım. Səhv çıxma ehtimalı %100-dür. Çünki true testlərdə ən çox extreme sözlərdən istifadə olunur. Yəni, şirtmə sözlər. Extreme sözlər hansılardır? Always. Və yaxud da onun tərsi, never. Nə bilim, tutaq ki, deyə bilərik ki, no, all, every, only, just, to. Extreme sözlərdir bunlar. Yəni, çox böyük şirtmə sözlər. Yoxlamaq lazım. The placebo effects depends on a person's belief in that treatment. Deməli, placebo effect depends on a person's belief. Yoxlayacaq. A, never.
İnkarlıq gəldi. Çıxma ehtimalı aşağıdır. Used in medical research. The placebo effect has no connection to the mind. No connection. Yine burada inkarlıq yarandı. Çıxma ehtimalı düşükdür. Bunlar cavablara çıxmayacaq onun söz. Patients do not feel better after taking placebos. Baxaq. The placebo effect happens when a person feels better after taking a treatment that has no real medical value. Artıq burada bəllidir, söhbət nədən gedir. The mind's power to influence the body is an important part of healing. Deməli, burada nəyə fikir vermək lazımdır? Mətn artıq bilindi ki, plasibodan söhbət gedir, onun deməli, təsirindən söhbət gedir. Onu qəbul etdikdən sonra sanki bir insanın özünü daha yaxşı hiss etməsi. Təbii ki, bu plasibo effekti ilə bağlı birbaşa bir mətndir. Ona görə də orada çünki xəstələrə plasibo bilirsiniz ki, verilir və verildikdən sonra sanki onun təsiri varmış kimi xəstələr reaksiya verir. Mətn birbaşa elə onunla bağlıdır aslında. Və yoxlayaq. Placebo always contain real medicine. Burada deyir ki, has no real value. Ümumiyyətcə, testlərin əksəriyyəti birinci və sonuncu cümlələrlə bağlıdır. A variantı ola bilmir. Never deyir, çünki burada always deyir. Has no real deyir, çünki burada. Burada isə always deyir. The placebo effect depends on a person's belief in the treatment. Məsələn, burada da görək. Effect depend person belief. Bunları axtarmaq lazımdır mətnimizdə. Burada var. This effect is caused by the person's belief that the treatment will help them. Cavab elə B var. Placebo are never used in medical research. Bu deyir ki, istifadə olunur. Test. The placebo effect has no connection to the mind. Burada isə deyir ki, birbaşa the mind's power to influence the body is an important part of healing. Patients do not feel better after taking. The person feel better after taking. Artıq cavab çıxdı. Yenə title'ları tapmayla bağlıdır. Mətnə başlıq qoymaqla bağlı testlərdə mətnin birinci və sonuncu cümləsi, əgər cavab çıxmazsa, ilk iki və son iki cümləsi oxunur. Təbii ki, bu iki çox qısa bir mətn olduğuna görə burada bir və sonuncu cümlə bəs edir. Böyük mətn olanda, məsələn, 200 sözlük, 400, 500 sözlük olanda biz deyirik ki, mətnin ilk iki və son iki cümləsini oxuyur. Cavab oradan çıxacaq. Baxaq. In countries like Italy and Spain, people enjoy spending time on their balconies. So, balcony culture is different across European cities. Mətndə girişdə, çıxışda weather sözü yoxdursa, o cavab ola bilməz. A gedir. History demir burada. Bu da gedir. Balcony usage in some countries. Bir də burada. In countries like Italy and Spain. Cavab elə C variantı. Coffee'dən danışmır. Why balconies are not popular'dan danışmır. Cavab elə C variantı. Which of the following state sentences is true according to the passage? Hansı doğrudur deyir bu. Yəni yenə sualları oxuyaq. Most people prefer flats because they have big gardens. Houses are not suitable for families with pets. People like having gardens to grow plants and relax. Gardens are usually used for parking cars. Homeowners don't care about outdoor space. İndi gəlin mətnin ilk birinci cümləsini oxuyaq. Many people prefer living in a house instead of a flat, especially in a suburban or rural areas. A beautiful and well-kept garden is often a source of pride for homeowners. Baxaq, artıq mətn bəlli oldu nədən söhbət gedir. Most people prefer flats because they have big gardens. Burada deyir ki, many people prefer house, not flat. Burada deyir ki, flat. Deməli, A variantı ola bilir. Giriş cümlənin nə qədər önəmli olduğunu buradan görmək olar. Burada deyir ki, həyət evini üstün tuturlar, nəinki bina evini. Çünki artıq bunu açmağa başlayır. Houses are not suitable for families. Əksinə. Houses yoxlayırıq. Houses are usually offer more space and privacy.
which is ideal for families with children or pets. Yoxlayıram. Görürsüz burada çıxır ortaya. People like having gardens to grow plants and relax. Yoxlayırıq. People like garden axtaracağıq. People often use gardens to grow flowers, plants-dan əvəz olunub, and relax. And relax. Cavab C variantıdır. Eyni cümlə artıq orada var. Gardens axtarıram yenə. Usually for parking. Görək parking sözü var. Yoxdur, ola bilməz o zaman. Burada da yoxdur. Parking sözü ola bilməz o zaman. Home owners don't care. Burada deyir ki, keep garden is often a source of pride for home owners. Burada deyir ki, don't care about. Düzgün cümləmiz elə C variantı. Read the text and choose the best option to complete the sentence logically. Deməli, bu tip testlərdə mətnin birinci cümləsini oxuyaq. Genetic modification has brought many benefits to agriculture and medicine. Və son cümləni oxuyuruq. However, scientists are concerned. Birinci cümləmiz tək isimlə başlayıb. Deməli, topic sentenceimiz genetic modification. Deməli, variantlardan gedib it axtarmalıyıq. İtlə başlamayan variantları çıxaq. E variantı gedir, I variantı gedir. Çünki mətn nə ilə başlayırsa onunla davam edir. Çıxış yekun cümlədə. Çünki concluding sentence, topic sentence'in nəyə olur? Yekun olur və eyni şeydən danışır həmişə. Eyni məzmunlu olur. Çünki concluding sentence'lər, topic sentence'lərin əslində ya paraphrase olur, ya da summarization olur. Deməli, people gedir, everyone gedir, A, C, D variantları qalır. Baxaq. That-in qabağında mənfi bir söz istifadə olunub. A, concern, narahatdırlar. Deməli, gedib variantlarda mənfi axtarmaq. Safe deyil, ola bilməz. Bizə mənfi bir şey var. Mənfi olan bir şey olmalıdır ki, o cavab ödənsin. Ola bilməz. Deməli, bu A variantı gedir. B-ni onsuz artıq çıxmışdıq. Burada artıq it may not be safe and could have long-term effects. Elə budur da, güvənli, etibarlı olmaya bilər və uzun müddətli təsirləri ola bilər. May not be safe. Görünür ki, bir safe deyil deyir. O zaman cavabımız C variantı. It makes fruits ola bilməz. Çünki mənfi bir şey lazım. Həm də mətnimiz fruit, sweeter, bigger demir orada. I variantı onsuz əvvəldən çıxılmışdı. Düzgün cavabımız C variantı. Yenə deyir ki, hansı söz mətndə vurğulanmayıb? Bu tip testlər eləməklə rahat yolu nədir? Mətnin ilk birinci və ən ideal yolu isə ilk iki cümləni və son iki cümləni oxumaq. Təbii ki, bu qısa mətn olduğuna görə elə mətn 2-2 oxusaq bitmiş olur əslində. Amma bu tip qısa mətnlərdə birinci cümlələr bizə kömək edir əsas. Bayaq oxumuşduq yuxarıda, pandemiyadan danışırdı. Baxaq. Many countries face shortages due to relying on imported goods during COVID-19. Yoxlayaq. Bizə lazım mübtəda və xəbər və onun tamamlığı. Face shortages. Xəbərə baxaq. Deməli, challenges deyir. Burada artıq bundan söhbət gedir. Shortages deyir, delay deyir. Deməli, A düzdür. Azerbaijan launched new factories and agricultural project. Launch deyirsə, gedib variantlardan axtara bilərik. Nə bilim, strike up, embark upon, ondan sonra start, begin, nə bilim, başlama, commence, paraphrase olunmuş versiyalar. Başlamaq, yeni fabrik, factories və agricultural projectlər. Bunları axtarmaq lazım variantlarda. Burada var. Burada da var. Görünür artıq bunların hamısı burada mövcuddur. Deməli, launch feili. Factories, agricultural project burada artıq var və launched to increase. Deməli, bu doğrudur. The government encouraged local production. Hökumət və encourage. Bu iki feil axtarmaq lazım. Government encourage burada var. The government encouraged local production. Düzdür. How long did COVID-19 last? Belə bir şey varmı? Rəqəm göstərilməlidir. How long deyirsə, mətndə rəqəm axtarmaq
lazım. Varmı? Yox. Cavab D variantı. Support was given. Support sözünü axtarmaq lazım. Support. Budur. Verilib. Dəstək verilib o zaman. Düzgün cavabımız D variantı.